Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in emmə ba'd. Bugün yenə Kitab-ı Tevhid kitabının şərhini davam edirik. Bugünkü dərsimiz 4-cü dərsdir. Dünən, yəni keçən dərs 3-cü dərsdə müəllif rahiməhullah 1-ci babı zikr etdikdən sonra, yəni tevhidin nə olduğunu bildirdikdən sonra, onun necə əhəmiyyətli olmasını bəyan etdikdən sonra 2-ci babı, Tevhidin fəzilətli adlı bir bab açır. Sanki insan tevhidin nə olduğunu bildikdən sonra bir növ onun fəziləti üçün darıxır. Fəzilətinin nə olduğunu bilmək istəyir. Ona görə də müəllifin fəhmindəndir ki, tevhidin nə olduğunu bəyan etdikdən sonra dərhal həmin bu tevhidin fəzilətindən danışsın. Yəni, bu onun fəhmindəndir. Və bu babın adını, yəni fəslin adını belə adlandırır. Muhammed ibn Abdülvahhab buyurur ki, Bəb fadlü tevhid və mə yukəffiru minəz-zunub. Tevhidin fəziləti və onun günahları aparması babı. Bu, ikinci fəslin, babın adıdır. Fadlü tevhid və mə yukəffiru minəz-zunub. Tevhidin fəziləti və onun günahları aparması babı. Necə bilirsiniz, tevhidin fəziləti çox böyükdür. Tevhid ən böyük həsənət sayılır. Həsənətlərin ən kamilidir, ən ucası və ən böyüyüdür. Bütün rəsulların dəvətinin əsasıdır. Ona görə də tevhidin fəziləti olduqca çoxdur. Burada da müəllif rahiməhullah tevhidin fəziləti haqqında bir ayə və bir neçə hədis zikr edir. Yəni bu fəsil altında. Tevhidin fəzilətlərindən də biri tevhid günahlara kəffarədir. Ona görə də Muhammed ibn Abdülvahhab fəslin adında buyurur وَمَا يُكَفِّرُ مِنَ الذُّنُوبِ. Yəni, onun günahları aparması. Yəni, tevhid günahları aparır. Sonra müəllif rahiməhullah 1-ci ayəni zikr edir. Bu fəsil altında 1-ci ayəni zikr edir. Bu ayə Ən'am surəsinin 82-ci ayəsidir. Allah subhanahu və teala buyurur, اَلَّذ۪ينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ. İman gətirdikdən sonra imanlarına zülüm qatışdırmayanları əminamanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Bu ayənin tərcüməsi, yəni mənası. İndi ayənin şərhini qeyd edim. Ləbsu, fikir verin, əllədinə əmənu və ləm yəlbisu imanəhum. O kəslər ki, iman gətirib, əlləzinə əmənu və ləm yəlbisu imanəhum. Lubs, ləbsu qarışdırmaq mənasındadır. Zülüm bi zulmin, fikir verin. Zülüm bir şeyi yerinə qoymamaqdır. Zülümün tərifi bir şeyi yerinə qoymamaq. Əsl budur ki, zülüm bütün günahları əhatə edir. Yəni zülüm dedikdə həm böyük şirk, həm də kiçik şirk, həm böyük günah, həm də
kiçik günahı əhatə edir. Lakin bu ayədə qəsd olunan, yəni nəzərdə tutulan zülüm şirkdir. Şirk mənasındadır. Yəni, əl-ləzīnə əmənu və ləm yəlbisu imanəhum bizulm. O kəslər ki, iman gətirib və imanlarını zülmlə qarışdırmayıb. Zülm, yəni şirklə. Necə ki, Buxari Müslimdə qeyd olunan İbn Məsudun hədisində gəlib ki, burada nəzərdə tutulan zülm şirkdir. Bu ayə nazil olanda səhabələrə ağır gəldi. Yəni, onlar narahat oldular. Dedilər ki, ey Allahın Rəsulu, eyyunə ləm yəlbis imanəhu bizulm. Ey Allahın Rəsulu, bizdən hansımız imanını zülmlə qarışdırmır. Yəni, hansımız qarışdırmırıq ki, deyir. Və bu, səhabələrin bu sözündən görsənir ki, yəni onlar da zülm sözünü ümumi olaraq anlamışdılar. Necə ki, yuxarıda qeyd etdiyim ki, zülm bütün haramların sinifini şamil edir. Elə sahabələr də bu cür anlamışdılar. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm izah etdi ki, yəni sahabə deyəndə ki, ya Rasulallah, bizdən hansımız imanımız zülmlə qarışdırmır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, İnnəhu leysə bizəlik. Bu heç də belə deyil. Ələ təsmə'unə ilə qavli Luqman. Məgər Loğmanın sözünü eşitməmisinizmi? İnnə şirkə lə zulmun azim. Həqiqətən də şirk böyük bir zülümdür. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm buradakı zülmü şirk mənasında olduğunu bildirdi. Yəni, şirk kimi təfsir etdi. Və bununla da bilindi ki, əgər bu ayədə zülm şirkdirsə, fikir verin. Əgər bu ayədə zülm şirk mənasındadırsa, deməli, müəllif Muhammed ibn Abdülvahhab bu ayəni elə-belə zikr etməyib. Yəni, bu ayəni Tövhid kitabında zikr etməyi münasibdir. Aydın oldu? Və burada bir sual çıxır. Kimsə şirkdən çəkinərsə, fikir verin, diqqətlə, lakin günahları tərk etməzsə, onun üçün əminamanlıq və ihtidə hasil olurmu? İhtidə, yəni doğru yol. Yəni, fikir verin ayəyə, Allah təbaraka və teala deyir ki, Əl-ləzīnə əmənu və ləm yəlbisu imanəhum bizulm. O kəslər ki, iman gətirib və imanlarını zülmlə, yəni şirklə qarışdırmayıblar, onlar üçün əminamanlıq var, deyir. Onlar üçün əminamanlıq və ihtidə var. İhtidə, yəni doğru yol. İndi buradan sual çıxır. Kimsə şirkdən çəkinibsə, lakin günahları tərk etməzsə, onun üçün əminamanlıq və ihtidə hasil olurmu? Yəni, inşallah sual aydın oldu. Və cavab budur ki, bu məsələnin təfsilatı var. Təfsilatını verirəm, diqqətlə qulaq asın, inşallah başa düşərsiniz. Bu ayə dəlalət edir ki, tam əmin, tam ihtidə o insana hasil olur ki, onun imanı kamildir. Aydın oldu? Tam ihtidə, yəni əmnu tam, yəni tam əminamanlıq və tam ihtidə, yəni tam doğru yolda olmaq. O insana hasil olur ki, o insanın imanı kamildir. Yəni bu ayə o demək deyil ki, günahkarlara, asilik edənlərə əminamanlıq və ya ihtidə yoxdur. Xeyr, yəni bu belə deyil. Xülasə, var imanul mutlaq, var mutlaqul iman. Diqqətlə, yəni qulaq asın. Var imanul mutlaq, var mutlaqul iman. Həmçinin var əmnul mutlaq,
var mutlaqul əmin. Bunlar nə deməkdir? İzah edirəm indi. İmanul mutlaq, mütləq iman, yəni kamil iman. Yəni iman deyəndə var iman mutlaq, var mutlaqul iman. İmanul mutlaq, yəni kamil iman sahibi. Hansı ki Allah Təbaraka və Teala öz kitabında möminləri tərifləyir. Bax, o möminlər imanul mutlaq sahibidirlər. Fikir verin, Allah Təbaraka və Teala buyurur, qad əfləhəl mu'minun. Möminlər artıq nicat tapdı. Fikir verin, möminlər. Əlləzinə hum fi salatihim xaşi'un. O möminlər ki, namazlarında xuşuludular. Tərifləyir, baxın, möminləri. Bunlar, yəni bu möminlər imanul mutlaq, yəni kamil iman sahibləridir. Allahın təriflədiyi möminlərdir də. Aydındır? Amma mutlaqul iman deyəndə məna, mutlaqul iman, yəni onlarda imanın əsli var. Aydındır? Yəni ən aşağı iman onlarda mövcuddur. Yəni qəlblərində imanın əsli var. Amma budaqları yoxdur. Aydındır? İmanın əsli də, imanın əsli iki şeylə sabit olur insanda. Bir, qəlblə təsdiq etmək. İki, dillə tələffüz etmək. Bax, bu iki şeylə imanın əsli, kökü insanın qəlbində hasil olur. Yəni, mutlaqul iman hasil olur. Aydın oldu? Yəni, imanul mutlaqdan mutlaqul imanın fərqi. Yəni, bu məsələni ona görə izah edirəm ki, yəni, birbaşa mövzu ilə əlaqəlidir. Yəni, indi izah edəcəm ki, tam əmin və tam ehtidə. Deməli, biləndən sonra ki, var imanul mutlaq, var mutlaqul iman. Bunu biləndən sonra və bunun mislində də əmnul mutlaq, yəni əmnul mutlaqla mutlaqul əmini ayırt elə. Yəni, necə yuxarıda izah etdim, eləcə də o söhbəti buna aid elə. Əmnul mutlaq, yəni tam əminlik, yəni Allah Taala deyəndə ki, onlar üçün əminamanlıq var. Əminamanlıq, alimlər bölübə iki yerə. Var əmnul mutlaq, var mutlaqul əmin. Əmnul mutlaq, yəni tam əminamanlıq, tam əminlik. Mutlaqul əmin, yəni tam deyil, kamil deyil, lakin hardasa əminamanlıq hasil olur. Yəni tam əminamanlıq olmasa da, imanının miqdarına görə əminamanlıq hasil olur. Aydın oldu? Yəni əmnul mutlaqdan mutlaqul əminin fərqi. Bunu biləndən sonra nəticə belə olur. Fikir verin. Tam əmin, tam ihtidə imanul mutlaq, yəni kamil iman sahibləri üçündür. Aydın oldu? Yəni onlara hasil olur. Yenə izah edirəm. Tam əminamanlıq insana və tam ihtidə, yəni doğru yolda olması kimlər üçündür? Kimlər ki imanul mutlaq sahibidir. Yəni kamil iman sahibləri. Aydındır? Yəni onlara hasil olur. Amma mutlaqul əmin, yəni mütləq əmin, mütləq ihtidə, mütləq iman sahibləri üçündür. Aydındır? Yəni mütləq iman sahibləri də izah etdim. Yəni imanın əsli olanlar üçün. Ona görə də alimlər deyir ki, və kulləmə kəmulət təvhid və entəfətil məsiyə əzuməl əmn və ihtidə. Nə qədər ki, təvhid kamil olacaq, fikir verin, bu yəni ən sadə izahdır. Nə qədər ki, təvhid kamil olacaq insanda, asilik yox olacaq, beləliklə əmin və ihtidə böyük olacaq, əzəmətli olacaq. Və izə zədə zulüm qalləl əmnu və ihtidə. Bihəsəbi zəlik. Əgər zülüm artacaqsa insanda, yəni asilik edəcəksənsə, əmin və ihtidə azalacaq. Yəni bu, bunun miqdarındadır. Aydın oldu? Bu,
Yəni birinci, ikincini miqdarındadır. Bunu biləndən sonra bəzi alimlər əminlə ihtidəyə deyiblər ki, ihtidə bu dünyada olur, əmin isə, yəni əminamanlıq isə axirətdə. Yəni ayəni bu cür izah veriblər. Ayədə olan əmin və ihtida sözünə. Yəni bu bəzi təfsirçilərin qovludur, lakin bu qovul, yəni bu görüş səhih deyil. Səhih odur ki, həm bu dünyanı, həm də axirəti şamil edir. Yəni, əmin həm bu dünyada, həm də axirətdə olur. İnsan əminaman. Yəni, bu dünyada da insan əminaman olur, axirətdə də əminaman olur. İhtidə, yəni doğru yolda olma, həm bu dünyada, həm də axirətdə olur. Aydındır? Yəni, ikisi də, hər iki, yəni, əminamanlıq bu dünyada, yəni, bəlalardan, yəni, müsibətlərdən, fitnələrdən əmin olur. Həmçinin axirətdə, əminamanlıq olur axirətdə. Yəni, Allah Teala səni xilas edir, əmin olursan. Həmçinin ihtidə, yəni, doğru yolda olma. İnsan bu dünyada doğru yolda olur. Yəni, imanlarını zülmlə qarışdırmayanlara Allah Təbaraka və Teala buyurub ki, onlar üçün əminamanlıq var. Yəni, onlar üçün həm bu dünyada əminamanlıq və ihtidə, yəni doğru yolda olma, həm də axirətdə əminamanlıq və ihtidə. Yəni, hər ikisini şamil edir. Yəni, bunu demək istəyirəm. Sonra müəllif Muhammed ibn Abdülvahhab rahiməhullah Ubadə ibn Samitin hədisini gətirir. Ubadə ibn Samitin rahiməhullahın hədisi, radiyallahu anhun hədisi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən şəhidə ən la ilahə illallah vahdahu la şərikə ləh və ənə Muhammədən abduhu və rasuluh və ənə İsə abdullahi və rasuluh. Yəni, bunu izah edim. Mən şəhidə ən la ilahə illallah. Kim şahidlik etsə ki, Allahdan başqa haqq, məbud yoxdur. Vahdahu la şərikə ləh. O təkdir, onun şəriki yoxdur. Və ənə Muhammədən abduhu və rasuluh. Muhamməd onun qulu və rəsuludur. Və ənə İsə abdullahi və rasuluh. İsa aleyhissalam onun qulu və rəsuludur. Və kəlimətuhu əlqahə ilə Məryəmə və ruhun minhu. Onun Məryəmə dediyi sözü və ondan gəlmə, yəni onun yaratdığı bir ruhdur. Vəl cənnətu haqqun, cənnət haqdır. Vəl nəru haqqun, cəhənnəm haqdır. Ədxələhullahul cənnətə alə mə kənə minəl əməl. Allah Teala onu cənnətə salacaq, əməlindən asılı olmayaraq. Yəni, kim bunlara yuxarıda dediyimə şahidlik edərsə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, mən şəhidə, fikir verin, ən la ilahə illallah və hədis. Allah onu daxil edər. Ədxələhullahul cənnə alə mə kənə minəl əməl, əməlindən asıl olmayaraq. Bu hədisin mövzuya nə kimi əlaqəsi var? Yəni, bu hədisin təvhidin fəziləti fəslinə nə əlaqəsi var? Sual. Əlaqə hədisin bu yeridir. Alə mə kənə minəl əməl. Fikir verin, əməlindən asılı olmayaraq. Bu yeri, yəni Allah onu cənnətə salar, əməlindən asılı olmayaraq. Yəni, açıq, aydın, təvhidin fəziləti. Fikir verdiniz? Yəni, mövzunun adı, yəni babın adı, fəslin adı. Yəni, fəslin adına münasib hədis. Bu hədis və buna oxşar hədislər çoxdur. Yəni, kim şəhadəti gətirərsə, Allah onu cənnətə salar. Bu kimi hədislər yəni, bu kimi hədislər nasda yəni, çox varid olub. Kim şəhadət yəni gətirərsə və ya la ilahə illallah deyərsə, Allah onu cənnətə salar. Bu ləfzdə, yəni buna oxşar hədislər olduqca çoxdur. Bu hədislər hamısı va'd hədislər adlanır. Va'd, yəni müjdə. Yəni var va'd, var va'id. Va'id.
Yəni vaadla vaidin fərqi. Vaad müjdədir, vaid əksidir. Qorxutma. Yəni müjdə hədisləri. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın bu kəlməni, təvhid kəlməsini deyənləri müjdələyir. Mən şəhidə ən la ilahə illallah və ya mən qalə la ilahə illallah. İndi izah edəcəm hamısını. Burada vaad dedikdə, yəni müjdə deyəndə elm əhli bu müjdəni, yəni vaadi iki qismə bölürlər. Bir, var vaad mutlaq, yəni mütləq müjdə, var mutlaqul vaad. Yəni yuxarıda qeyd etdiyim məsələ kimi. İzah edirəm. Yəni var kamil müjdə, tam müjdə. Və bir də var mütləq müjdə. Yəni mütləq müjdə, yəni müjdədən sənin də payın var. Baxın, izah edirəm. Yəni var insan kamil müjdəyə nail olur, var mütləq müjdəyə nail olur. Mütləq müjdə, yəni müjdədən sənin də, yəni hardasa sənin də payın var. Amma kamil müjdə, tam müjdə, o artıq, yəni kamil iman sahibləri üçün inşallah izah edəcəm. Yəni bu məsələnin bu yerini, yəni diqqətlə qulaq asmaq lazımdır. Çünki bu birbaşa, yəni bu təvhidlə bağlı olan məsələlərdir. Var mütləq vəd, var mutlaqul vaad. Yəni var vaadul mutlaq, var mutlaqul vaad. Yəni var kamil, tam müjdə, var yəni müjdədən sənin də payın var hardasa. Və bu iki müjdənin ikisinin də şərtləri var. Yəni birincisinin öz əhli var, ikincisinin öz əhli. İzah edəcəm inşallah, sonda hamısı aydın olacaq sizə. İzah. O ki qaldı birinciyə, yəni vaad mutlaq. Yəni mütləq vəd, yəni kamil vəd. Yəni kamil müjdə, tam müjdə. Yəni deyəndə ki, bir insan tam müjdə sahibidir, kamil müjdə sahibidir, yəni cənnətə başlanğıc olaraq girəcək və od ona haram olacaq. Yəni cəhənnəm odu toxunmayacaq ona. Yəni bu müjdə sahibləri əvvəldən cənnətə girənlər olacaq. Yəni əvvəldən cənnətə girmək o mənada ki, cəhənnəmdə yanmadan girəcəklər cənnətə və onlara heç vaxt od toxunmayacaq. Aydındır? Bu adlanır tam müjdə. Yəni bu tərəfi yadda saxlayın. Tam müjdə, kamil müjdə deyəndə budur. Yəni bu əhl, yəni bu sifət sahibləridir. Yəni budur bunun şərti. Aydın oldu? Və bunun daha doğrusu yəni tam müjdə deyəndə yəni bu qəsd olunur. Bu məna. Və bunun şərtləri var. Yəni hansı şərtlərlə insan tam müjdə sahib olur? Aydın oldu? Elm əhlinə görə, yəni alimlər deyiblər ki, bu müjdə sahiblərinin şərti nədir şərti? Şərti deyir odur ki, kim la ilahə illallah deyir, yəni təvhidin əslini gətirir və sonra kamilliyi ilə gəlir. Yəni, la ilahə illallahı elmlə və əməllə deyir. Aydındır, sadiq qəlblə, ixlasla deyir la ilahə illallah və sonra o la ilahə illallahın tələb etdiyi əməlləri edir. Aydındır? Başqa cür ifadə etsək, vacibləri edir, kəbairlərdən çəkinir. Yəni vacib əməlləri, Allahın əmr etdiklərini edir və böyük günahlardan çəkinir. Aydındır? Və bu şərtə diqqət edin. Yəni, kim mütləq müjdəni, tam, kamil müjdəni istəyirsə,
La ilahe illallah dedikdən sonra əməllərlə gəlməlidir. Mütləq. Yəni, əməl etməlidir. Yəni, vacibləri edib, haramları tərk eləməlidir. Yəni, vacib kamil imanla gəlməlidir. Kamil imanla gələrsə, kimsə Allahın huzuruna, ona tam müjdə hasil olacaq. Aydın oldu? Tam müjdənin isə nə olduğunu izah etdim. Nə idi? Yəni, əvvəldən cənnətə daxil olması, yəni bir insanın əvvəldən cənnətə daxil olması və cəhənnəm odunun ona haram olması. Budur, bax, yəni tam müjdə sahibləri. Aydın oldu? Diqqət. Tam, yəni bu dediyimiz tam müjdə iki şəxs üçündür. Yəni, iki şəxs bu tam müjdəyə nail olacaq. Bir, kimlər ki, la ilahə illallah deyir, ixlaslıdır, sadiqdir və bunu dedikdən sonra əməllərlə gəlir. Vacibləri edir və haramlardan çəkinir. Və kiçik günahlarda israrlı olmur. Diqqət edin. La ilahə illallah deyir və sadiqdir ixlasla və bunu dedikdən sonra əməllərlə gəlir. Yəni, vacibləri edir, haramlardan çəkinir, kiçik günahlarda da israrlı olmur. Əgər kiçik günah çıxırsa, dərhal tövbə edir. Yəni, kiçik günahda israrlı olmamaq şərtdir. Əgər nadir hallarda edirsə, çünki heç bir insan yəni, günah etməməkdən yəni, sığortalanmayıb ki, o günah etməyəcək. Çünki adam evladı hamısı günah edəndir. Bu da, yəni, əgər nadir hallarda edirsə, yəni, birdən nəsə kiçik günah etdisə, artıq dərhal tövbə edir və israrlı olmur o günah üzərində. Aydındır? Yəni, burada diqqət edin. Yəni, burada deyilmir ki, o insan kiçik günah etməsin. Yox. Kiçik günahda israrlı olmasın. Yəni, kiçik günah etsə, dərhal tövbə etsin. Yəni, belə insanlara, bu cür insanlara tam müjdə vardır. Bu bir. İkinci şəxs odur ki, la ilahə illallah kəlməsi var onda, lakin la ilahə illallahla yanaşı günahları da var. Yəni, böyük günahlar işlədərək nəfsinə zülm edir. Kiçik günahlarda da israrlıdır. Fikir verin. İsrarlıdır. Lakin ölməmişdən qabaq elə bir la ilahə illallah kəlməsinə müvəffəq olur ki, yəni tam ixlasla deyir, tam sıdq qəlblə deyir, tevhidini təzəliyir və sonra bunun üzərində də ölür. Ölür. Bax, belə bir insan da Allahın rəhməti ilə, tam müjdə ilə müjdələnir. Aydın oldu? Bu, izah etdiyim birinci idi. Yəni, tam müjdənin şərti. Tam müjdənin nə olmasını bildiniz, yəni kamil müjdə nədir, tam müjdə nədir, onu bildiniz və onun şərtini də bildiniz. Ki, nədir onun şərti? Necə insan tam müjdə sahiblərindən ola bilər? Və bunu qeyd etdim. Yəni, tam müjdə kimlərə hasil olur? Amma ikinci, yəni, vaad mutlaq. Yəni, vaad, əslində, daha doğrusu, vaad mutlaq yox, mutlaqul vaad. Yəni, tam müjdə yox, mutlaqul vaad. Yəni, cəhənnəmdə, yəni, mutlaqul vaad, yəni, qısa nə deməkdir? Yəni, cəhənnəmdə yansa da, son mənzili cənnət olacaq. Budur, bax. Yəni, mutlaqul vaad sahibləri bunlardır. Yəni, cəhənnəmdə əbədi qalmayacaq. Amma mütləq vəd haqqında, yəni tam müjdə haqqında nə dedik? Yəni, onlar əvvəldən girəcəklər cənnətə və onlara o toxunmayacaq. Amma mutlaqul vaad, yəni cəhənnəmdə yansa da, yəni ola bilər ki, düşsün o da, lakin son mənzili cənnət olacaq.
Yəni cəhənnəmdə əbədi qalmayacaq. Yanandan sonra cənnətə daxil olacaq. Yəni məalı, son mənzili cənnət olacaq və orada qalacaq əbədi. Bunun şərti nədir? Birinci şərtini qeyd etdik. Həmçinin bunun da şərti var. Yəni hansı şərtlə insan bu sinif insanlara nail olur? İzah edirəm. Tövhidin əsli ilə gəlir. Əgər bir insan tövhidin əsli ilə gələrsə, yəni kimdəsə tövhidin əsli olarsa, artıq o insan cəhənnəmdə əbədi qalmayacaq. Tövhidin əsli. Bəs eləyir bu. Ki, cəhənnəmdə əbədi qalmayasan. Sual. Tövhidin əsli nədir? Yəni, tövhidin əsli necə hasil olur insanda? Tövhidin əsli, yəni qəlblə təsdiq edib dillə demək. Yəni, qəlbi əməlləri yerindədir və dillə də tələffüz edir. Aydındır? Yəni, kimsə bu iki şeylə, dil, qəlb, gələrsə, artıq o insanda tövhidin əsli var. Və o cəhənnəmə düşsə belə, onun son mənzili cənnətdir. Aydın oldu? Ona görə İbn-i Rəcəb rahiməhullah əhl-i sünnənin böyük alimlərindən olub. Şəfaət hədisini şərh edərkən, şəfaət hədisini görün nə deyir rahiməhullah. Buyurur ki, İbn-i Rəcəb وَإِنَّمَا يَخْرُجْ عُسَاتُ الْمُوَحِّدِينَ مِنَ النَّارِ بِهَذَيْنِ الشَّيْئَيْنِ Müvahidlərin asi olanları, yəni tövhid əhlinin asi olanları cəhənnəmdən bu iki şeylə çıxacaq. İki şey, fikir ver. Bihədeyni şeyeyn. Yəni dillə deyib, qəlblə təsdiq etmək. Aydındır? Sonra deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, Ədxələhullahul cənnətə alə mə kənə minəl əməl, əməlindən asıl olmayaraq Allah onu cənnətə salacaq. Bu söz, yəni bu sözdən nə anlamaq olar? Bu sözdən başa düşülür ki, ya əvvəldən birbaşa cənnətə salacaq onu Allah və ona heç vaxt ot toxunmayacaq, ya da ki, cəhənnəmdə yanandan sonra son mənzili cənnət olacaq. Aydın oldu? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisinin bu hissəsi var ha. Ədxələhullahul cənnətə alə mə kənə minəl əməl. Əməlindən asıl olmayaraq Allah onu cənnətə salacaq. Yəni, Muhammed ibn Abdülvahabın gətirdiyi hədis. Və bu cənnət hədisin axırı. Yəni, burada murad nədir? Yəni, bu sözdən nə başa düşmək olar? Yəni, məna odur ki, ya insan, Allah onu birbaşa cənnətə salacaq və ona heç vaxt ot toxunmayacaq, ya da ki, Allah onu cəhənnəmdə yanandan sonra son mənzilini cənnət edəcək. Və bu məqamda çox vacib olan bir qeyd. Yəni, izah etmək istəyirəm, yəni o qeydi xatırlamaq istəyirəm, hansı ki, elm tələbəsi bundan qafil qalmamalıdır. İkinci sinif insanlardan eləsi olacaq ki, ikinci sinif insanlardan. Yəni, yuxarıda qeyd etdim, birinci sinif, ikinci sinif. İkinci sinif insanlardan eləsi olacaq ki, Allah təbaraka və teala onları cəhənnəmə salmadan birbaşa cənnətə salacaq. Daha doğrusu, yəni, ikinci sinif insanlardan eləsi olacaq ki, yəni Allah istəsə, onları cəhənnəmə salmadan salacaq cənnətə. Aydındır? Nəyə əsasən? Allah təbaraka və teala'nın bu sözünə əsasən. İnnəlləhə لا يغفر أن يشرك به ويغفر ما دون ذلك limen yeşə. Allah özünə şərik qoşanları bağışlamır, ondan aşağı olan günahları istədiyinə bağışlayır. Yəni Allah Taala istəsə, o la ilahe illallah deyəndən sonra, yəni o iki dənə şeylə gələnlər var, ikinci sinif insanlar. Qeyd etdim hansı ki, onlarda imanın əsli var.
Yəni, la ilahe illallah və qəlbi əməl. Yəni, dillə, qəlblə gələn insan var idi, iki şeylə, imanın əslindən. Yəni, Allah Taala istəsə və yəğfiru mə dunə zəlikə limən yeşə. Ayənin bu hissəsi dəlalət edir ki, Allah Taala istəsə onu birbaşa cənnətə salacaq. O iki şeylə gələn insan var, qəlblə deyil. Allah istəsə onu salacaq cənnətə birbaşa, o toxunmadan. Aydındır, xülasə. Kim bu məsələləri dediyimiz kimi başa düşəcəksə, bütün işgəllər ondan qalxacaq. Yəni, fikir versəz, bəzi insanlar Nasda, yəni hədislərdə gələn la ilahə illallah, yəni kim la ilahə illallah deyərsə, cənnətə daxil olar. Sözünü düzgün başa düşə bilmir. Bu məsələləri qarışdırır. Olduğu kimi tuta bilmir. Səbəb düzgün həll etməmələri. Yəni, düzgün həll etsələr, heç bir işgal olmayacaq. Ona görə də qeyd edirəm ki, yəni, kim bu, yəni, izah verdiyi hansı ki, kim bu qeyd etdiyimiz kimi həll edəcəksə, onda heç bir işgal qalmayacaq. Yəni, bu məsələni yəni, tam anlayanlardan olacaq. Bu məsələni ən gözəl izah edən alim Şeyxülislam İbn Teymiyyə olub. Şeyxülislam İbn Teymiyyə rahimehullah Təfsir Əyət Əşqələt kitabında, bu çox gözəl kitabdır, bu məsələni çox gözəl şəkildə izah edir. Yəni, kimsə ətraflı baxmaq istəsə, o kitaba müraciət edə bilər. Və indi isə qaydaq müəllifin sözünə, yəni kitabın şərhinə. Müəllifin gətirdiyi Ubadənin hədisinə. Yuxarıda qeyd etdiyim hədis, onun şərhinə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən şəhidə ən la ilahə illallah. Kim la ilahə illallaha şahidlik edərsə, şəhidə, yəni deyərsə, yəni o mənadadır. Necə? Elm və əməllə. Aydındır? Əməllə, yəni bu şəhadətin tələb etdiklərini əməl edərsə. Şəhidə, mən şəhidə aydın, yəni deyərsə, ən la ilahə illallah. Bu la ilahə illallah tohid, yəni tohid kəlməsidir. Və bu tohid kəlməsini, yəni keçən dərslərdə, yəni qısa izah etmişik, yəni mənasını, yəni inkar və isbatı əhatə edir. Lakin təfsilatı ilə inşallah növbəti dərslərdə, yəni xüsusi bu barədə fəsil olacaq və o fəsil əsnasında inşallah geniş izah edəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən şəhidə ən la ilahə illallah vəhdəhu la şərikə ləh. Nə deməkdir? Vəhdəhu la şərikə ləh. İlm əhli, alimlər buyurur ki, vəhdəhu sözü isbatın güclənməsidir. İsbatın. Yəni, la ilahə illallahda iki dənə hüküm var. İsbat, inkar. Həmin bu vəhdəhu sözü isbatın güclənməsi. Yəni, illallahın təkididir. Güclənməsidir. La şərikə ləh. Bu söz isə la ilah sözünün təkididir. Aydın oldu? Yəni, vəhdəhu la şərikə ləh bu deməkdir. Yəni, vəhdəhu illallahın təkididir, yəni təkidi, yəni güclənməsi. La şərikə ləhu sözü isə la ilah sözünün təkididir. Və fikir versəz, burada təkiddən sonra yenə iki təkid gəldi. Yəni, mən şəhidə ən la ilahə illallah, yəni təkiddən sonra yenə iki dənə təkid işləndi. Vəhdəhu la şərikə ləh. Nə deməkdir? İbn Qasim rahimehullah buyurur ki, təkiddən sonra, yəni güclənmədən sonra yenə iki təkidin gəlməsi təvhidin məqamını göstərir. Subhanallah, təvhidin
məqamını. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ. Yəni, mən şəhidə ən la ilahə illallah, vəhdəhu la şərikə lə, وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ. Və kim şahidlik etsə ki, Muhammed Allahın qulu və rəsuludur. Bu iki vəzf, qul və elçi. Bu iki vəzf bəşərin ən uca mərtəbəsidir. Necə bilirsiniz, bəşəriyyətin ən xeyirlisi peyğəmbərlər, ümumən peyğəmbərlərdir. Və onların içərisində də, yəni peyğəmbərlərin içərisində təvhidi ən kamil təhqiq edən bizim Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm olub. Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvətinə iman gətirmək şəhadətin ikinci tərəfidir. Yəni, birinci tərəfi əşhədu ən la ilahə illallah, ikinci tərəfi və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. Yəni, bir insan iman gətirmiş olmaz, hətta bu iki şəhadəti gətirməsə. Alimlər buyurur ki, şəhadətdə bu iki vəsfin gəlməsi, yəni abduhu və rasuluhu sözü iki firqəyə rəddir. Fikir edin. Yəni, adı abduhu və rasuluhu sözü, yəni şəhadətdə olan iki firqəyə rəddir. Abduhu sözü ifratçılara rəddir. Hansı ki, onlar Peyğəmbər sallallahu aleyhi və səlləm ilah məqamına çıxardıb, yüksəldiblər. Rədd olaraq, abduhu deyir. Yəni, quludur Allahın. İlah ola bilməz. Quldur bu. Aydındır. İkinci sinif isə Peyğəmbəri təqsirləndirənlərə rəddi. Yəni, bunlar təfrid əhlidir. Yəni, onlara rəddi ki, və rasuluhu. Aydındır. Və sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni kim bunlara şahidlik edərsə, və həmçinin və ənnə İsə abdullahi və rasuluhu İsa və ənnə İsə abdullahi və rasuluhu və həmçinin İsa Allahın qulu və rəsuludur və kəlimətuhu əlqaha ilə Məryəmə və ruhun min. İsa aleyhisselam ulul azmdən biridir. İsa aleyhisselam ulul azmdən biridir. Müsəlmanlar iman gətirirlər ki, İsa Allahın qulu və rəsuludur. Muhammed kimi. Lakin fərq burasındadır ki, tabe olmaq İsa'ya deyil, Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır. Aydındır. Və kəlimətuhu, yəni və ənnə İsə abdullah və rasuluhu, bu aydındır. Yəni İsa Allahın qulu və rəsuludur. Bu söz aydındır. Və kəlimətuhu əlqahə ilə Məryəmə və ruhun min. Kəlimətuhu, yəni o, İsa onun kəlməsi ilə olub. Necə ki, İmam Əhməd buyurur ki, İsa kəlmə deyil, İsa kəlmə ilə olub. İsa aleyhisselam kun, ol kəlməsi ilə olub. Aydındır? Yəni Allahın kəlamı məxluq deyil, amma İsa aleyhisselam məxluqdur. Yəni İsa aleyhisselam kun sözü ilə olub. Yəni bu məsələni izah edirəm, yəni bu, yəni diqqət edin, hətta heç nəyi buraxmıyorsunuz. Kəlimətuhu və kəlimətuhu, yəni kəlməsidir, sözünü izah etdim. Və kəlimətuhu əlqaha ilə Məryəmə və ruhun minhu. Və ruhun minhu sözü, yəni ondan bir ruhdur. Yəni Allah Taala Cəbraili özündən bir ruhla göndərdi, yəni məxluq olan bir ruhla. Cəbrail də o ruhu Məryəmin cibinə üfürdü. Aydındır. Ona görə alimlər deyir ki, Cəbrail üfürdü, Allah isə kun, ol deməklə xəlq etdi. İsa aleyhisselamı. Aydın oldu. Bu ruh. Yəni ruh haqqında, yəni ruh sözü haqqında bir neçə tayfalar azıblar.
misal üçün nəsranilər. Nəsranilər deyiblər ki, ruh Allahın sifətidir. Ruh Allahın sifətidir. Əslində isə ruh məxluqdur. Və ruhun minhu, ondan bir ruhdur. İsa ondan bir ruhdur deyəndə, yəni onu, İsa'nı Allah xəlq edib. Bu mənada. Aydın oldu? Yəni onun başlanğıcı Allahdan olub. Yəni bu yəni bu mənadadır bu. Aydındır? Və sonra deyir ki, "Vel cennetu haqqun ve naru haqq." Cənnət haqqdır və cəhənnəm haqqdır. Bu söz. Yəni kim buna şahidlik edərsə. Yəni ikisinin də olmasına şahadət gətirərsə. Yəni cənnət də yəni necə bilirsiniz, cənnət də cəhənnəm də ikisi də mövcuddur. Cənnət də cəhənnəm də Allahın yaratdıqları məxluqlardır. İkisi də əbədidir və heç vaxt fəna olmayacaqlar. Yəni kim buna şahidlik edərsə deyəndə, yəni "Vel cennetu haqq ve nar haqq", yəni bu deməkdir. Yəni kim ona şahidlik edərsə, yəni kim cənnətə və cəhənnəmə şahidlik edərsə, mənası odur ki, yəni bunlar ikisi də Allahın yaratdıqları məxluqdur, ikisi də əbədidir və heç vaxt fəna olmayacaqlar və ikisi də mövcuddur. Sonra hədisin axırında buyurur ki, "Ədxələhullahul cənnətə alə mə kənə minəl əməl." Yəni kim bunlara şahidlik edərsə yuxarıdakılara, Allah onu əməlindən asılı olmayaraq cənnətə salacaq. Və bu sözü də yəni necə izah vermişdik, elə də başa düşmək lazımdır. Yəni yuxarıda izah etdim. Yəni Allah onları cənnətə salacaq əməlindən asılı olmayaraq. Yəni ya əvvəldən yəni girəcəklər cənnətə, ya da ki son mənzili cənnət olacaq. Yəni bu məsələni yuxarıda ətraflı qeyd etdim. Sonra müəllif Muhammed ibn Abdülvahhab rahimehullah başqa bir hədis gətirir və buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, فَإِنَّ اللّٰهَ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ يَبْتَغِي بِذَٰلِكَ وَجْهَ اللّٰهِ. Allah Teala cəhənnəm oduna haram edib kim ki la ilahe illallah deyir və bu sözdə Allahın rizasını güdürsə, yəni la ilahe illallah deyib Allahın rizasını, yəni ixlaslı olanlara Allah Teala cəhənnəm odunu haram edib. Və bu hədis də açıq aydın göstərir ki, yəni tövhidin fəziləti necə əzəmətlidir. Və həmçinin bu hədisdə yuxarıda qeyd etdiyimiz minvalda izah olunur. Aydındır? Yəni فَإِنَّ اللّٰهَ حَرَّمَ عَلَى النَّارِ Allah Teala o da haram edib. Kimlərə? Mən qalə la ilahə illallah. Kim la ilahə illallah deyərsə, yəbtəği bidəlikə vəcəllah. Yəni hədisin mənasını, yəni yuxarıda qeyd etdiyimiz minvalda başa düşmək lazımdır. Yəni ya yəni la ilahə illallah deyib ölən ya birbaşa girəcək cənnətə, ya əvvəldən, ya da son mənzili cənnət olacaq. Yəni o mənada. Və sonra müəllif yenə bir hədis gətirir və buyurur ki, bu Əbu Saidin hədisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qalə Musa, Musa aleyhissalam dedi, Ya Rabbi, Ya Rabbi, allimni şeyən əzkurukə və əd'ukə bihi. Ey Rəbbim, mənə elə bir şey öyrət ki, onunla sənə dua edim və zikr edim. Qalə qul ya Musa, Allah Teala buyurdu ki, ey Musa, denən la ilahə illallah. Musa aleyhissalam dedi ki, kullu ibadikə yəqulu həzə. Sənin bütün qulların bu kəlməni deyir. Allah Teala buyurdu ki, ya Musa, ey Musa, ləv ənəs səməvati səbə və amirəhunnə qeyri vəl-ardinə səbə fi kiffətin və la ilahə illallah fi kiffə mələt bihinnə la ilahə illallah. İndi izah edəcəm hədis inşallah. Bu hədis Əbu Said Əl-Xudrinin hədisidir. Bu hədisi İbn Hibban və Hakim rahiməhumullah rivayət edib. Necə ki bunu müəllif özü qeyd edir.
Həmçinin bu hədisi İmam Nəsai rahimehullah Əməlül Yevm və Leylə kitabında zikr edir və bu hədis yəni bu hədisdə isnad baxımından biraz deyimlər var. Yəni fi isnadihi məqal. Ona görə də bəzi alimlər bu hədisi zəifləşdirir. Lakin səhih deyən alimlər də olub. İbn Həcər rahimehullah Fəthdə bu hədisin səhih olduğunu deyir. Və bu hədisin şəvahidləri var. Yəni bu hədisə şahidlik edən şeylər, hədislər. Məsələn, İmam Əhmədin Musnədində bu hədisin oxşarı var və s. Xülasə, bu hədis Tövhidin əzəmətini bildirən hədisdir. La ilahə illallah kəlməsinin əzəmətini bildirir açıq aydın. Musa aleyhissalam, bu hədisin izah edim. Musa aleyhissalam Allahdan istəyir ki, ona elə bir şey öyrətsin ki, onunla Allahı zikr etsin. Və Allah təbaraka və teala ona əmr edir ki, denən la ilahə illallah. Və bu la ilahə illallah kəlməsi həm zikirdir, həm də duadır. Aydındır. Və Musa aleyhissalam Allahdan elə bir şey istəyir ki, sanki, yəni elə bir şey istəmək istəyir ki, sanki tək xas olsun ona. Yəni heç kimdə olmasın, tək onda olsun. Və Allah təbaraka və teala deyir ki, de la ilahə illallah. Musa da aleyhissalam buyurur ki, ya Rab, bunu sənin bütün qulların deyir. Və bu zaman Allah təbaraka və teala buyurur ki, ey Musa, əgər 7 qat səma, fikir verin, 7 qat yer və məndən başqa orada olanlar tərəzinin bir gözünə, la ilahə illallah kəlməsi tərəzinin digər bir gözünə qoyulsa, mələt bihinnə la ilahə illallah, la ilahə illallah onlardan ağır olar. Yəni, subhanallah, bu hədis əzəmətlidir. Burada fikir versəz, Allah təbaraka və teala buyurur ki, Ləv ənəs səməvati səbə və amirəhunna qeyri. 7 qat səma və onların arasında olanlar qeyri, məndən başqa. Burada bu istisnanın gəlməsi onu göstərir ki, Allah səmanın üzərindədir. Yəni, səmaya daxil olmayıb. Aydın oldu? Yəni, səmaya daxil olanlar mələklərdir. Allah səmanın üzərindədir. Yəni, bu çıxır hədisdən. Və sonra deyir ki, وَالْعَرْضِينَ السَّبْعَ فِي كِفَّةِ və 7 qat yer tərəzinin o biri gözündə olsa, La ilahə illallah, yəni daha doğrusu وَالْعَرْضِينَ السَّبْعَ فِي كِفَّةٍ və 7 qat yer tərəzinin, yəni 7 qat səma və 7 qat yer və onlar, yəni məndən başqa onların arasında olanlar tərəzinin bir gözündə olsa və la ilahə illallah o biri gözündə olsa, la ilahə illallah ağır gələr. Yəni, hədisin mənası odur ki, la ilahə illallah kəlməsinin yanında günahlar nə qədər böyük olsa da, tərəziyə qoyulsa, bu kəlmə ağır olacaq. Və sonra müəllif rahiməhullah Muhammed ibn Abdülvahhab bu fəslin sonuncu hədisini zikr edir və bu hədis də qüdsi hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qalallahu təbarəkə və teala, Allah Teala buyurdu ki, Yəbnə Ədəm, İnnəkə mə dəavtəni və rəcəvtəni qəfartu ləkə alə mə kənə fik və lə ubəli. Yəbnə Ədəm, ləv bələğət zunubukə anənə səmə, ثم استغفرتني غفرت لك ولا أبالي. يا ابن آدم إنك لو أتيتني بقراب الأرض خطايا ثم لقيتني لا تشرك بي شيئا لأتيتك بقرابها مغفرة. Bu hədis 40 hədisin 40 eşitmişsiniz, məşhur hədis kitabı sonuncu hədisidir. 40 hədisin sonuncu hədisidir. Bu hədisi İbn Qayyim rahimehullah Mədərüz Səlikin kitabında səhihləşdirib. Həmçinin Şeyx Albani rahimehullah bu hədisə həsən deyib. Bu hədisin mənası odur ki, yəni Allah təbaraka və teala buyurur ki, ey Adəm övladı, İbn Ədəm,
əgər sən öləndən sonra innəkə ləv ətəytəni bi qurabil ardi xataya. Əgər sən öləndən sonra mənim hüzuruma yer dolusu boyda xəta ilə gələrsənsə, yəni günahla gələrsənsə, thumma laqitani la tushriku bi şey'a və yəni yer dolusu boyda günahla gəlsən, yəni yer dolusu boyda mənə şərik qoşmadan yer dolusu boyda hüzuruma günahla gəlsən, ləteytukə bi qurabiha məğfirə. Mən sənə yer dolusu boyda məğfirətlə gələrəm. Və bu hədis açıq aydın dəlalət edir ki, tövhidin fəziləti hardadır, nədir? Aydındır və bu hədis yuxarıdakı hədislərin minvalında götürülür. Hansı ki, yuxarıda o mühüm qaydanı, yəni qeydi izah etdim. Yəni bu hədis o demək deyil ki, yəni hər kim Allaha şərik qoşmayıb, Allahın hüzuruna gələrsə, birbaşa cənnətə girəcək. Xeyr. Yəni qaydasını yuxarıda ətraflı izah etdim və o minvalla da bu hədisi başa düş. Və bu hədis bu fəsildə axırıncı, sonuncu hədis idi. Bununla kifayətlənirəm və Allah təbaraka və teala'dan istəyirəm ki, eşidənlər üçün faydalı etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.